گزش بخون شناسنامه‌ای که دیگر جا شناسنامه‌ای که در ردیف نام فرزند دیگر جایی برای نوشتن نداره. تنوع اسمی 16 دختر و 12 پسر هم بخش دیگری از شیرینی این زندگیه. Ne zor tənəvvü esmidə sən avara qalıbsan, həsrət qalıbsan. Səni o şey üzünə də həsrət qalasan. Amin ya Rəbbəl aləmin. Amin ya Rəbbəl aləmin. Ədə təbii köpək olub. Arvadı kontrata götürübsən. Ədə dəlik deşik elədin də heyvanımı. Zalim oğlu ilə bir peyman kardı. Arvadı işlətməyə götürübdü. Küssəni nəqlüə. Səni istəyirlərə həsrət qalasan. رفتیم برای تبریک تولد، آن هم برای 28مین فرزند خانواده. شما چیه؟ اسمت. چند سالتونه؟ 36 سال. Dədüylə isi neyləysən nənə? Neyləysən başına dolanı? Sənin 36 yaşın var, 36 salisin. Yani bu 11-12 yaşında tu 11-12 salik için şohər kərdi دیگه. Hala bexayım begim ki, inə namizət qalmayıblar. Elə əvvəl gecə ilə basıb, əstəğfurullah ağzımı da açayım. Elə əvvəl gecədə, əvvəl saatdan başlayıb deyib, bədi xəstəqəri çürü kərdi. Yani in zayidi, pıt. 28 ta bəhçi. Yani az əvvəl izdivac 28 ta əməliyyat əncam gedən, 28 ta şəm xoydu bir hədəf. Sağ ol da, əzəl sənin tirəndazı var. Əzəl sənin pədafəndlərin var. Ne eləysən, ay bala? İsmət, sən yaxşı dərvazban olardın, Nə şut deyib tutub sana bala, nə şut deyib tutubsan. Bərə çanla sənə, bərə çanla. Arvad özüyə bir əhmin gəlsin də. یه بار امتحان کن ببین افسردگی بعد زایمان چجوریه. تو زایمان بعد افسردگی گرفتی همچه. خانواده پدری آقای آزادی هم پر جمعیته و علی اکبر 40 تا عمه و عمو داره. Allah bitirsin Ali Ekber, Allah bitirsin. Biz o 3-4 tane, 5-6 tane, 7-8 tane ne keçinemiyor. 40-50 tane amme, amu, xala tayıb. Ne xəbərdir bala? Mən fikirliyim elə İsmət elə baldızları zorundan elə hamile oluyor. Yoksa o 40-50 tane baldızla heç kim başaranmaz. Mən bildim İsmətin dərdin. İsmət elə istəmir baldızlarına girişə doğu bir tərəfdən. Doğ bala, doğ rahat ol bacım. Doğ rahat ol. چند تاشون اطرافتونن؟ الان اطراف رو الان 15 تا. بقیه کجا؟ بقیه خانم خبرنگار با اجازه شما فرستادیم که کار کنن پول شیره پاپاشونو بیارن برسونن. O معمولا adam değil. O taş şirəni əritməsə iş görənməz ki. Allah bitirsin. Adam, hərdən bir şalvar giy aynı. Bəlkə xoşun gəldi. Bir şalvar بپوش. شاید از گرمای شلوارم خوشت اومد. Səni istəyir həsrət qalasan. مادر خانواده هم البته از آرزوهایش برای تک تک بچه ها میگوید. درس بخونه. دوستان آیندهشون خوب باش. Beçar arvad. Oğat doğub hey yoxdur danışmaya. Elə ağzı da nəmənəsi kimin açıq qalıb belə. شده تا حالا مهمونی برین خانوادگی با هر 28 تا با پدر و مادر؟ آره رفتیم. بعد عکس العمل صاحبخونه چی بوده؟ عکس العمل hesabxune hiçi. Deyib ki dədöy şey sınsın qalsın əllərdə. Bebilə sağı suğuru evin harasında mən yerləşdirim. بحث مسکن دارند و جایی که هستن استیجاری هست و ما داریم تلاش میکنیم که اگر بتونیم حالا مدت قراردادی که داشتن با دوستان صحبت کنیم و این مدت قرارداد رو یه مقدار تمدید کنیم. زمینی که قراره به صورت رایگان در اختیارشون قرار داده بشه. نه آقای مهندس خواهش میکنم شما که داره این زحمت رو میکشید یعنی زمین و خونه به اینا کار نمیده. خواهش میکنم یه منطقه رو واسه اینا بذارین کنار، یه روستایی به اسم اینا ثبت بکنید. اسمت آباد.